Bəzən insanın çiynini yük yox, qəlbindəki qırıqlıq əyər. Heç olubmu ki, birinə bütün ruhunla, varlığınla yaxşılıq edəsən? Öz ehtiyacın olduğu halda ona verəsən. Öz yaranı sarımadan onun yarasına məlhəm olasan. Amma sonra elə bir an gələr ki, qarşılığında sadəcə soyuqluq, unutqanlıq və nankorluq görəsən. Sanki o yaxşılıqları edən sən deyildin. Sanki o fədakarlıqlar heç yaşanmamışdı. Bax, bugün danışacağımız mövzu məhz budur. Qədir bilməzlər. Yaxşılığı unudanlar. Süfrəndə çörək yeyib, süfrəni devirənlər. Sənə gülümsəyib, arxanca quyu qazanlar. Bu ağrı ağırdır, bilirəm. İnsanın içini göynədən bir ağrıdır. Çünki düşmənin vurduğu yara sağalar, amma dost bildiyinin, yaxşılıq etdiyinin vurduğu yara ruhda iz buraxar. Lakin kədərlənmə, sən tək deyilsən. Tarix boyu ən böyük şəxsiyyətlər, hətta Allahın sevimli peyğəmbəri belə nankorluqla üzləşib. Bugün səninlə birlikdə qəlbimizə məlhəm olacaq sözlərə səyahət edəcəyik. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin nuru və Həzrəti Əlinin hikməti ilə bu dərdimizə çarə tapacaq. Gəl birlikdə bu yükü çiyinlərimizdən ataq. Gəlin əvvəlcə düşünək. İnsan niyə nankor olar? Nankorluq əslində yaddaşın deyil, qəlbin qorluğudur. Göz görər, amma qəlb hiss etməz. Qurani Kərimdə Rəbbimiz insan haqqında belə buyurur. Həqiqətən insan Rəbbinə qarşı çox nankordur. Adiyyət surəsi 6. Əgər bir insan onu yaradan, ona nəfəs verən, ona həyat verən Allaha qarşı nankorluq edirsə, sənə qarşı nankorluq etməsi təəccüblüdürmü? Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm bir hədisində buyurur. İnsanlara təşəkkür etməyən Allaha da şükür etməz. Bu kəlamın dərinliyinə varaq. Bu o deməkdir ki, qarşındakı insanın sənə etdiyi nankorluq əslində sənin dəyərsizliyindən yox, onun Allaha olan bağının qopuqluğundan xəbər verir. O insan təşəkkür etməyi, qədir bilməyi ruhundan itirib. Sən ona qızıl da versən, o bunu daş kimi görəcək. Çünki problem verilən hədiyyədə deyil, alanın qəlbindəki pastadır. Bir gün bir nəfər gəlib, böyük alimlərdən birinə şikayət edir. Filan kəsə çox yaxşılıq etdim, amma o mənə pisliklə cavab verdi. Alim gülümsəyərək deyir. Sən o yaxşılığı kimin üçün etdin? Onun üçünmü, yoxsa Allah üçünmü? Əgər Allah üçün etdinsə, mükafatını Allahdan gözlə. Yox, əgər o insan sənə sağ ol desin deyə etdinsə, sən artıq ticarət etmisən, yaxşılıq yox. İndi isə gəlin hikmətin qapısı, Şah-ı Mərdan İmam Əlinin hüzuruna gedək. Görək o, nankor insanlarla necə davranmağı tövsiyə edir. Həzrəti Əli əleyhissalam həyatı boyu bəlkə də ən çox xəyanətə və vəfasızlığa uğrayan insanlardan biri idi. Amma o, heç vaxt yaxşılıq etməkdən vaz keçmədi. İmam Əli əleyhissalam buyurur. Sənə qədir bilməzlik edən şəxs səni yaxşılıq etməkdən soyutmasın. Çünki bəzən heç bir yaxşılıq etmədiyin biri sənə təşəkkür edər, digərinin nankorluğunu əvəz edər. Necə də möhtəşəm bir baxış bucağıdır. Biz adətən nankorluq görəndə küsürük. Daha heç kimə yaxşılıq etməyəcəyəm deyirik. Qapıları bağlayırıq. Amma İmam Əli deyir ki, sən dayanma, sən günəş kimi ol. Günəş işığını həm güllərin, həm də tikanların üzərinə eyni dərəcədə saçar. Tikanın tikan olması günəşin günəşliyini azaltmaz. Yenə Həzrəti Əlidən soruşurlar. Ya Əli, dünyada ən qəribə şey nədir? O cavab verir. Yaxşılıq gördüyü halda o yaxşılığı unudan və pisliklə cavab verən insanın halıdır. Və ən təsirli sözlərindən biri. Kimsədən vəfa gözləmə. O zaman həyal qırıqlığına uğramazsan. İnsanların çoxu yaxşılığı sən onlara lazım olduğun müddətcə xatırlayar. Əziz izləyici, bu cümləni təkrar düşünək. Sən onlara lazım olduğun müddətcə. Bəzi insanlar səni sevmir, onlar sənin onlara faydanı sevirlər. Fayda bitəndə sevgi də bitər. Bunu qəbul etdiyin an artıq üzülməyəcəksən. Çünki biləcəksən ki, onların bu davranışı onların xarakteridir, sənin qədərin deyil.
Qədirbilməzlik haqqında keçmişdən gələn məşhur bir rəvayət var. Gəlin bu hekayəni dinləyək və öz həyatımızla müqayisə edək. Keçmiş zamanlarda Bəni İsrail qövmündə 3 nəfər var idi. Biri cüzamlı, biri keçəl, biri də kör. Allah onları imtahan etmək istədi və onlara bir mələk göndərdi. Mələk əvvəlcə cüzamlının yanına gəldi. "Ən çox nə istəyirsən?" dedi. Cüzamlı dedi, "Gözəl rəng, gözəl dəri və insanların məndən iyrənməməsini istəyirəm." Mələk ona toxundu, o sağaldı. Sonra ona var-dövlət verildi, dəvələr verildi. Sonra mələk keçəlin yanına getdi. O da gözəl saç və var-dövlət istədi. Ona da istədiyi verildi. Sürülərlə inəkləri oldu. Sonda mələk körün yanına gəldi. Kör dedi, "Gözlərimin açılmasını və insanlara möhtac olmamağı istəyirəm." Mələk ona toxundu, gözləri açıldı və ona da qoyun sürüləri verildi. İllər keçdi. Bu 3 nəfər zəngin oldu, hər şeyləri var idi. Allah onları yenidən yoxlamaq üçün mələyi insan cildində, yoxsul bir formada onların yanına göndərdi. Mələk keçmiş cüzamlının qapısını döydü. "Mən yolda qalmış, fəqir biriyəm. Allah xatirinə mənə kömək et," dedi. Nankör insan nə dedi bilirsinizmi? Dedi, "Mənim öhdəliklərim çoxdur, sənə verəcək heç nəyim yoxdur. Bu mal-mülk mənə atamdan, babamdan qalıb." Mələk dedi, "Sanki mən səni tanıdım, sən xəstə deyildinmi? Allah sənə şəfa vermədimi?" O isə inkar etdi və o an hər şeyini itirdi, əvvəlki halına qayıtdı. Keçər də eyni nankörlüğü etdi. Amma sıra köra gələndə, o keçmiş kör, indi zəngin olan insan dedi, "Bəli, mən kör idim. Allah mənə gözlərimi qaytardı. Mən fəqir idim. Allah məni zəngin etdi. Vallah, bugün Allah üçün nə istəsən götür, sənə mane olmayacağam." Baxın, nankörlük insanın gözünü elə bağlayar ki, keçmişini unudar. O cüzamlı və keçəl kimi insanlar bugün sizin ətrafınızda da var. Siz onlara əl uzatdınız, onları palçıqdan çıxardınız, amma bugün onlar sizin üzünüzə baxmırlar. Qoy onlar getsinlər. Kör olan, amma qəlbi görən o 3-cü insan kimi şükr edənlər bizə bəs edər. İndi isə gəl bu ağır yükü yerə qoyaq. Sən əlindən gələni etdin, sən insanlıq vəzifəni yerinə yetirdin. Həzrəti Mövlananın dediyi kimi, qəlbin qırılması Allahın o qəlbə toxunmaq istəməsidir. Bəlkə də Allah ondan kör insanları səbəb edərək səni özünə çağırır. "Qulum, onlardan gözləmə, məndən gözlə," deyir. Sonda Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bu duası ilə bitirək. "Allahım, mənə verdiyin nemətlərin şükrünü edə bilmək üçün mənə güc ver. Məni nankörlardan etmə və nankörların şərrindən qoru. Unutma, yaxşılıq heç vaxt itmir. O bumerang kimidir. Bir gün ən gözlənilməyən anda, ən gözlənilməyən yerdən sənə geri dönəcək. Sən sadəcə səbr et və seyr et." Əziz, dəyərli izləyicim, bu uzun söhbətimizdə bizimlə olduğunuz üçün təşəkkür edirəm. Əgər bu sözlər qəlbinizə toxundusa, əgər bu videoda öz həyatınızdan bir parça tapdınızsa, zəhmət olmasa videonu bəyənin və kanalımıza abunə olun. Sizin bir kiçik dəstəyiniz bu haqq sözlərinin daha çox yaralı qəlbə çatmasına səbəb ola bilər. Rəy bölməsində öz ürək sözlərinizi yazın. Allah bizi nankörlardan qorusun deyə duamıza qoşulun. Allah amanında, sağ olun.